Salam aleykum. Bugün inşallah iki məhsul haqqında danışmaq istəyirəm. İkisi də bir-birindən gözəldir. Çox faydaları var. Faydaların saymaqla qurtarmaq olmaz. Demək, biri baldır, biri də alma sirkəsi. Bunu zaman-zaman mən paylaşıram. İndi bunun başqa reseptini deyəcəm. Bəzi insanlarda beldə yırtıq olur, sonra sinirlər sıxışır, sonra kürəkdə əzəllər qabarır, çox şiddətli ağrı verir, dözülməz ağrılar verir. Bəzi insanların kürəyində bir də görsən ki, belə qarışqa gəzən kimi bir hiss olur, ağrı olur. Bax, bunları aradan qaldırmaq üçün ən gözəl vasitələrdən də biri budur. Düzdür, ona çörək otu da istifadə eləmək olur və başqa kremlər də var. Amma bu çox gözəl effekt verdi. Mən bunun faydasını çox gördüm. Demək, balın tərkibi çox zəngindir. Qığırdaqlara bunun tərkibində olan minerallar, vitaminlər lazımdır. Glukoza, fruktoza bunun tərkibində var və s. Amin turşuları çoxdur. Bunu çətin odur ki, dəridən keçirmək. Bax, kürəyə çəksin bunu, dəridən keçmir hələ. Amma bunun dəridən sovrulmağını təmin edən alma sirkəsidir. Çox gözəl. Bunu bir-birinə qatıb kürəyə çəkəndə balı biraz az miqdar çəkirsən, alma sirkəsini biraz çox qatırsan bir-birinə. Bunu kürəyə çəkəndə elə yavaş-yavaş sürtə-sürtə görürsən ki, dərhal dəriyə sovruldu. Bax, onda tez gedib çatır qığırdaqlara, sonra sıxışmış sinirlərə, qabarmış o əzələlərin hamısına tez çatır və çox güclü effekt verir. Tərkibləri çox zəngindir. Baxın, mən belə burada düzəltmişəm. Arada mən kürəyimə sürtürəm ağrı olanda. Çox gözəl təsir eləyir. Beldəki yırtıqları neşi sistemin idmanı ilə bərpa eləmək olur. Çox gözəl də bərpa olur. Amma ağrılar olanda müvəqqəti bundan çəkirsiniz. Çox gözəl təsir eləyir. Ağrını demək olar ki, yox eləyir. Və inşallah ki, gündə bir dəfə çəkməklə o ağrılardan insan qurtarır canım. Belə, Allah bütün xəstələrə şəfa versin, bizlər də onun içində.